Kənd təsərrüfatı torpaqları ölkənin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Yeni fərman həmin torpaqlarda hansı tikililərin icazəli, hansılarının isə qadağan olunmasını dəqiq müəyyən edir. Bu sənədin əsas məqsədi torpaqları qorumaq və fermerlərin təsərrüfat fəaliyyəti üçün hansı tikililəri qanuni şəkildə sala biləcəyini dəqiqləşdirməkdir. Kənd təsərrüfatı torpaqları ərzaq təhlükəsizliyi üçün önəmlidir. Ona görə də bu torpaqlarda aparılan hər bir tikinti işinin qaydalara uyğun olması vacibdir. Yeni qaydalara əsasən kənd təsərrüfatı torpaqlarında yalnız fermerin fəaliyyətinə xidmət edən, torpağa zərər verməyən, möhkəm təməlsiz və asan sökülə bilən tikililərə icazə verilir. Məsələn, texnika üçün saxlanıc yerləri, ot və yem üçün saxlama yerləri, çoban evləri, işçilər üçün kiçik otaqlar və sanitar tikililər. Bu tikililərin sahəsi 300 kvadrat metrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu isə 6 metrdən artıq ola bilməz. Bu tip obyektlər birbaşa fermerin işinə xidmət edir. Daimi yaşayış evləri və möhkəm təməlli iri tikililər isə qadağandır. Bu qərar torpaqların qorunmasına, kənd təsərrüfatının dayanıqlı inkişafına və fermerlərin daha səmərəli fəaliyyətinə xidmət edir. Tərlan İbrahimova, Namiq Abbasov, Elşən Məhərrəmov, NTV Xəbər.